Sumqayıt şəhərində əhalinin rahatlığının təmin olunması və zərərvericilərin yayılmasının qarşısının alınması istiqamətində dezinfeksiya tədbirləri davam etdirilir. Yay mövsümündə zərərvericilərin artması ilə əlaqədar şəhərin müxtəlif ərazilərində geniş miqyaslı dezinfeksiya işləri həyata keçirilir. Görülən tədbirlərin əsas məqsədi çəyirtkələrin və yaşıllıqlara ciddi ziyan vuran Amerika kəpənəyinin yayılmasının qarşısını almaq, park və xiyabanlarda sağlam ekoloji mühiti qorumaqdır. Dezinfeksiya işləri xüsusi texnika və müasir avadanlıqlar vasitəsilə aparılır. Peşəkar əməkdaşlar əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə şəhərin parklarını, xiyabanlarını, yaşayış komplekslərini, mikrorayon və məhəllələrini xüsusi məhlullarla dərmanlayır. İşlər zamanı həm yaşıllıqların mühafizəsi, həm də ətraf mühitin təhlükəsizliyi əsas prinsiplər kimi nəzərə alınır. Vaxtında aparılan profilaktik tədbirlər zərərvericilərin çoxalmasının qarşısını almaqda mühüm rol oynayır. Xüsusilə Amerika kəpənəyinin ağaclara vurduğu ziyanın minimuma endirilməsi üçün mütəmadi mübarizə tədbirlərinin görülməsi böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, Sumqayıt Dezinfeksiya İdarəsinin əməkdaşları üzərinə düşən vəzifələri yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirir. Şəhərin müxtəlif ərazilərində işlərin ardıcıl və operativ şəkildə təşkil olunması onların peşəkar fəaliyyətinin bariz nümunəsidir. Əməkdaşların gündəlik zəhməti nəticəsində yaşıllıqların mühafizəsi, şəhərdə sanitar-gigiyenik vəziyyətin qorunması və zərərvericilərə qarşı effektiv mübarizə təmin edilir. Mövsüm ərzində dezinfeksiya tədbirləri mərhələli şəkildə davam etdiriləcək və şəhərin bütün ərazilərini əhatə edəcək. Məqsəd Sumqayıtda sağlam ekoloji mühitin qorunmasını, yaşıllıqların zərərvericilərdən mühafizə və sakinlərin rahatlığının təmin olunmasıdır. Hazırda Sumqayıt şəhərində dezinfeksiya tədbirləri planlı şəkildə davam etdirilir və görülən işlər şəhərin sanitar vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, yaşıllıqların gələcəkdə də qorunmasına mühüm töhfə verir.